Şəkillər üzərində söz öyrənməyə davam edək. Bugünkü sözlər concentrate, figure out və adventure. Əgər bu sözlərdən bilmədikləriniz varsa, onda diqqətlə qulaq asın. Concentrate sözündən başlayaq. Concentrate Azərbaycan dilində diqqətini cəmləmək, fokuslanmaq, konsentrə olmaq deməkdir. Adətən bu söz concentrate on sözünü ilə gedir, on sözündən istifadə olunur. Keçmiş zaman forması concentrated, yəni idi ilə düzələn feillərdəndir. Məsələn, please concentrate on your homework. Daha çox müəllimlərin dediyi bir cümlə, zəhmət olmasa ev tapşırığına fokuslan. Yəni diqqətin, fikrin ev tapşırığında olsun. İngilis dilində çox istifadə olunan feillərdən biri də figure out. Figure out nə deməkdir? Problemi və ya səbəbi, həlli müəyyən etmək, tapmaq, anlamaq, başa düşmək. Qeyri-rəsmi danışıq dilində daha çox istifadə olunur. Məsələn, I finally figured out the answer to the puzzle. Yəni, nəhayət tapmacanın cavabını tapdım. Növbəti söz adventure. Adventure, yəni macəra, sərgüzəşt, yəni təhlükəli və maraqlı bir təcrübə. Məsələn, they went on an adventure in the mountains. Yəni, onlar dağlarda macəraya çıxdılar. Macəraya getdilər, macəra axtarmağa getdilər.